Azərbaycanın qəhrəman oğlanları, Xocavəndin qəhrəman şəhidləridir. Məkanlar cənnət olsun. Azərbaycanımızın müstəqilliyi uğrunda, bütövlüyü uğrunda bizim qəhrəman şəhidlərimiz canlarını verdi. Bu günlərim ordu günüdür. Bütün Azərbaycan ordusunu təbrik edirəm. Bütün şəhid anaların təbrik edirəm. Bütün qazilərimizi təbrik edirəm. Bütün veteranlarımızı təbrik edirəm. Biz şəhidlərimizin sayəsində torpaqlarımız 32 ildən sonra işğaldan azad olundu. Bundan ötürü bütün xalqımız, millətimiz qəhrəman bizim şəhidlərimizə borcludur. Bizim dəyərli şəhidlərimizə borcludur. Onlar öz canları, öz qanlarıyla, var gücü ilə torpağımızı vəhşi düşməndən azad elədilər. Bu günləri bayramdır. Biz bütün xalqımız olaraq bütün şəhidlərimizə borcluyuq. Bayramı yüksək səviyyədə keçirilməsi üçün ordumuza borcluyuq, xalqımıza borcluyuq, Ali Başkomandanımıza borcluyuq. Bu bizim birliyimiz oldu ki, torpaqlarımız da azad olundu. Məkanları cənnət olsun bütün şəhidlərimizin, dəyərli şəhidlərimizin, qəhrəman şəhidlərimizin. Heç vaxt bizim şəhidlərimiz bizim yadımızdan çıxmayacaq. Heç vaxtı qəlbimizdən silinməyəcək bizim şəhidlərimiz. Heç bütün gələcək nəsil də bunları görməlidir, tanımalıdır, bilməlidir. Qəhrəman bizim Azərbaycanın qeyrətli, şərəfli oğulları. Məkanı cənnət olsun. Hər zaman təşkilat olaraq bugün Respublika Şəhid Ailələri Qayğı Cəmiyyətinin Xocavənd rayon şöbəsi olaraq biz bu günlərim Bərdə rayonunda şəhidlərimizi ziyarət elədik. Xocavənd rayonunda şəhidlərimizi ziyarət elədik. Və bütün xalqımız şəhidlərimizə borcludur. Məkanınız cənnət olsun, qəhrəman şəhidlərimiz. Bugün biz Respublika Şəhid Ailələri Qayğı Cəmiyyəti sədr müavini və Xocavənd rayon təşkilat sədri olaraq bugün Bərdə rayonunda qəhrəman şəhidlərimizi ziyarət elədik. Bugün ordu günüdür. Allah bütün ordumuzu qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəhrəman şəhidlərimizə rəhmət eləsin. Məkanlar cənnət eləsin. Allah qazilərimizə sağ-sağlığı versin. Veteranlarımızı qorusun. Bizim hamısı qəhrəman şəhidlərimizdir. Bunlar bütün vaxt, hər zaman xalqımızın, millətimizin qəlbində yaşayacaq. Bunlar böyük bir qəhrəmanlıq dastanı yazdılar. Torpağımız erməni terrorçularından azad oldu. Şəhidlərimizin hesabına, xalqımızın birliyi hesabına, Ali Başkomandanımızın hesabına. Allah məkanları cənnət eləsin. Mən də öz qazi kimi, öz əziz, dəyərli şəhidlərimizi ziyarət elədim və buradan da inşallah Xocavənd rayonuna gedəcəm. Xocavənd rayonunda şəhidlərimizi ziyarət edirik. Məkanları cənnət olsun bizim dəyərli, qəhrəman şəhidlərimiz.